Salam, hər vaxtınız xeyir. Ümumiyyətlə dövlət sosial yardım kimlərə daha rahat düşür? Bunu qeyd etmək istədik bu gün. Gənc ailələrə daha rahat düşür. Çünki əgər ailə başçısı işləyirsə, rəsmi maaşı varsa, evdə də 8 yaşdan kiçik uşaqlar varsa, bu zaman ana iş göstərmir. Ailə başçısı işlədiyi üçün adında maşın və ya sürücülük davarnısı yoxdursa, öncəki videolarda səhvən sürücülük vəsiqəsi demişik, sürücülük davarnısı yoxdursa və yaxud da yaxın bir müddətdə böyük maşın alqı-satqısı eləməyibsə, həmçinin də adında bir neçə ev yoxdursa, o zaman tam elə həmin şəxslərə rahatlıqdan düşür. Yəni evdə bir nəfər ailə başçısı əsas işləməlidir, 8 yaşdan kiçik şəxslər isə uşaqlar olan analar isə iş göstərməyə bilir. 8 yaş keçdikdən sonra ana da iş göstərməlidir və yaxud da pay torpağı varsa, pay torpağına vəyin açılıb əvvəl 6 aydır, 1 il indi ödəniş göstərməlidir davamlı olaraq. Yəni o pay torpağında kimlərin adı varsa, hamısı ödəniş eləməlidir. Ölən və yaxud da işləyənlər xaric.